nə vaxt yarandı, məqsədi nə idi? Deməli, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının 30 sentyabr 2011-ci ildə təqribən bir il bundan qabaq yaratdıq. Təşkilatı 4 nəfər tərcüməçi yaratdı, yəni mənlə bir yerdə 4 həmtəsisçi yaratdı. Təşkilatın yaradılmasında məqsəd gənc tərcüməçilərə, yəni tərcümə sahəsində təhsil alan tələbələrə, gənclərə dəstək olmaq, həmçinin Azərbaycanda fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiya qurmaq, eləcə də tərcümə və tərcüməçilər haqqında düzgün ictimai rəy yaratmaq və mədəniyyətlərarası kommunikasiyadan istifadə etmək ölkənin müxtəlif sahələrin inkişafına təkan verməkdir. Deməli, təşkilatı biz 30 sentyabr 2011-ci ildə təsis elədik və 6 oktyabr 2011-ci ildə təqdimat keçirildi. Təşkilat mediaya və ictimaiyyətə təqdim olundu və elə ilk təqdimatımızda tədbirdə iştirak etməyə gələn 39 nəfər gənc tərcüməçi təşkilatımıza üzv yazıldı. Təqdimatdan 2 gün sonra biz yenidən bir araya yığıldıq və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası olaraq belə bir qərara gəldik ki, Azərbaycanda fəaliyyət göstərən tərcüməçilər üçün etik davranış kodeksi hazırlayaq. Bunun üçün ilk növbədə xaricdə fəaliyyət göstərən tərcüməçilər assosiasiyalarının fəaliyyəti ilə tanış olduq. Onların etik davranış kodeksini nəzərdən keçirdik və 2 ay müddətində bu kodeksi hazırlayıb təqdim etdik. Bundan sonra artıq noyabr ayından gənc tərcüməçilərə dəstək layihəsi çərçivəsində bir sıra tanınmış tərcüməçilərlə görüşlər keçirildi. Bu görüşlərdə məqsəd gənc tərcüməçiləri tanınmış tərcüməçilərlə tanış etmək və onların təcrübələrindən yararlandırmaq idi. May ayının 5-də Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının birinci ümumi yığıncağı keçirildi. Yığıncaqda idarə heyətinə və nəzarət təftiş komissiyasına seçkilər keçirildi. Təşkilatın gələcək layihələri və fəaliyyətləri barədə müzakirə aparıldı. Təşkilatın 8 klub koordinatorunu bir araya gətirən koordinasiya şurası yaradıldı. Bu şuraya Gənc Tərcüməçilər Klubu, Bədii Tərcümə Klubu, Könüllü Tərcüməçilər Klubu, Yeni Media Klubu, Xarici Təhsil Klubu, Danışıq Klubu, Mədəniyyətlərarası Təşəbbüslər Klubu daxil edilir. Media klubunun əsas məqsədi yeni media alətlərinin tərcümə edilməsi, onların təbliğ edilməsi, o cümlədən bu sahədə təşkilatın üzvləri arasında yeni media alətlərindən istifadə etməyi aşılamaqdır. Bədii Tərcümə Klubu, bədii tərcümə sahəsində çalışmaq istəyən gənc tərcüməçilərin bu sahədə təcrübəsini artırmaq məqsədi ilə yaradıldı. Klubun iş prinsipi gənc tərcüməçilərin peşəkar bədii tərcüməçilərlə görüşməsini, onların nəşriyyatlarla əlaqələrinin yaradılmasını və gələcəkdə bədii tərcümə klubunun üzvlərinin etdiyi tərcümələrin nəşrinə köməkliyi nəzərdə tutulur. İlk olaraq fəaliyyətə klub üzvlərimizin etdiyi tərcümələrin redaksiyası və onların peşəkar tərcüməçilərlə görüşü ilə başladıq. Onu da qeyd edək ki, təşkilat daxilində klublar müstəqil fəaliyyət göstərirlər və hər bir klub müstəqil layihələr həyata keçirir və digər təşkilatlarla müstəqil şəkildə əlaqələr qurur. Aktaya nə vaxtdan qoşulmuşam? Akta ilk yaranan gündən qoşulmuşam və bir ildir artıq Aktanın üzvüyəm. Aktanın yeni qoşulmuşam və qoşulmaqda əsas məqsədim praktiki təcrübəmi artırmaq və tərcüməçilərin təcrübəsindən yararlanmaqdır. Qoşulmaqda məqsədim əsasən tərcümə bacarıqlarımı inkişaf etdirmək, müxtəlif kurslar vasitəsilə aktiv fəaliyyətdə olmaq, sırf tərcüməçiliklə əlaqədar olaraq və müxtəlif beynəlxalq tədbirlərdə akta vasitəsilə iştirak etmək, həmçinin müxtəlif tərcüməçilərlə tanış olmaq. Aktaya təşkilat yaranan ilk gündən qoşulmuşam. Hal-hazırda ən aktiv üzvlərindən biriyəm. Hal-hazırda Aktada fəaliyyətiniz nədir var? Hal-hazırda Aktada Bədii Tərcümə Klubunun koordinatoruyam və Bədii Tərcümə Klubunda həm üzvlərimizin fəaliyyətinə nəzarət edirəm, görüşlərimizin hazırlanmasında iştirak edirəm. O cümlədən deməli artıq konfransımıza hazırlaşırıq və konfransla da əlaqəli müəyyən köməklər etməyə çalışırıq.
Təşkilatın bir illik fəaliyyətini necə dəyərləndirirsiniz? Bundan sonraki fəaliyyətiniz nədən ibarət olacaq? Yeni yaranmış Gənclər Təşkilatı olaraq əlbəttə ki, ilk bir ilin müəyyən hissəsini sırf təşkilatlanmaya cəlb elədik. Lakin təşkilatlanma işləri ilə bərabər əlbəttə ki, biz öz fəaliyyətimizi buna paralel olaraq tədbirlər, tərcüməçilərlə, gənc tərcüməçilər üçün keçirilən tədbirlər, yəni təlimlər, seminarlar formasında təşkil elədik. Bu müddət ərzində biz aktiv fəaliyyətdə olub, yəni həm ölkədə fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiya qura bildik müəyyən qədər, həm də gənc tərcüməçilərə artıq müəyyən qədər yardım eləmişik. Yəni bu bayaq qeyd etdiyim kimi təlimlər, seminarlar formasında, həmçinin daha təcrübəli tərcüməçilərin təcrübəsindən öyrənmək formasında oldu. Və bundan sonraki fəaliyyətimizi necə qiymətləndirməyimizi necə görürük? Buna gəldikdə isə biz artıq həm yerli əməkdaşlığımızla bərabər beynəlxalq əməkdaşlığımızı da genişləndirmək istəyirik. Xarici ölkələrdə fəaliyyət göstərən beynəlxalq tərcüməçilər assosiasiyaları ilə əməkdaşlıq eləmək istəyirik, onların təcrübələrini öyrənmək istəyirik, öz praktikamızı tətbiq eləmək istəyirik və daha təşkilatlanmış formada fəaliyyət göstərməyə çalışırıq. Çünki bizə həmçinin təşkilatımız daxilində olan klublar var bizdə fəaliyyət göstərən. Onlardan aktiv fəaliyyət göstərən Bədii Tərcümə Yeni Media klubu ilə yanaşı digər klublarımızın da fəaliyyətini daha da fəallaşdırmaq, aktivləşdirmək istəyirik və əlbəttə ki, qarşıdakı bir ili artıq qeyd etdiyim kimi öz təşkilatımızı daha geniş imkanlara malik, daha təşkilatlanmış, daha geniş miqyaslı fəaliyyət göstərən bir təşkilat kimi görmək istəyirik. Mən nasıl elə bir hafta deyəcəyəm? Yetdik. Bilirsən. Belə bir düz saxla, başa düz tut. Biraz qabağa otur. May ayının 5-də Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası. Onu da qeyd edək ki, ay yox alınmadı. Onu da qeyd edək. Buna bax. Təcrübəsi. Aktaya nə vaxtdan gəlmisiniz? Akta yarının ilk günü. Yaxşı, bu olsun. Bax,